Sumqayıtda başı daşa dəyən kişi həyatını itirib. Hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 69 yaşlı Teyyub Abışov mağazadan gələrkən anidən müvazinətini itirib. O elə aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. Yolla keçirdim, gördüm camaat yığılıb. Yaxınlaşdım, gördüm bir kişi yıxılıb yerə, başı dəyib. Soruşdum nə olub? Deyir, çörəyi almaqdan çıxırmış, bəs yıxılıb. Sonra dalıyla gördüm qonşu əqrəbalar da oradaydı. Polislər gəldi, skora gəldi, apardılar. 20 yanvar tarixində saat 18:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhərinin 13-cü mikrorayon ərazisindən təcili çağırış qeydə alınıb. Daxil olan çağırış əsasında dərhal çağırış ünvanına Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Təcili Tibbi Yardım Briqadası tərəfindən 1957-ci il təvəllüdlü kişi cinsli şəxsin həkimə qədər ölüm faktı qeydə alınıb.